Daxilən gözəl olan insanlar hər zaman gözəldirlər. Dövlət məmuru olsalar belə insanlardan biri Ukraynada yaşayaraq ən uca zirvələr fəth etmiş Elbrus Fərmanoğlu Abdullayevdir. Elbrus Fərmanoğlu Abdullayevlə görüşümüz də məhz Ukraynada baş tutub. Mən o zaman Ukraynanın qərb bölgəsinin ən gözəl şəhərlərinin birində, Lutsk şəhərində yaşayırdım. Mən əslində səyahət həvəskarıyam və Ukraynada yaşayanda yaxın vilayət mərkəzləri Lvova və Rovno şəhərlərinə tez-tez gedirdim. Günlərin birində Rovno şəhərinə getmişdim. Qəzet köşklərinin birindən bir qəzet aldım və qəzetdə bir başlıq mənə çox maraqlı gəldi. Elbrus Abdullayev vilayətin baş futbolçusudur. O zaman Elbrus Abdullayev Rovno vilayət icra başçısının birinci müavini və Veres futbol klubunun prezidenti vəzifələrində çalışırdı. Mən o zaman Elbrus Abdullayevin heç Azərbaycanlı olduğunu belə bilmirdim. Lutska qaydanda Elbrus Abdullayevə bir futbol layihəsi göndərdim. Bir gün kirayədə yaşadığım mənzilin ev telefonuna zəng gəldi. Zəng edən şəxs Rovno vilayət idman komitəsinin sədri Dutsak Miroslav Vasilyeviç idi. O məni Rovno şəhərinə layihəni müzakirə etməyə dəvət etdi. Beləliklə mənə həyatımda ilk dəfə layihə müzakirə etmək mənə nəsib oldu. Bütün bu xoşməramlı addımların memarı və səbəbkarı məhz Elbrus Fərmanoğlu Abdullayev idi. Bir dəfə də Rovno vilayət icra hakimiyyətinin binasında Elbrus Fərmanoğlu Abdullayev görüşmək mənə nəsib olub. Bugün Elbrus Fərmanoğlu Abdullayevin ad günüdür. Mənə ilk ilham verən insanı Elbrus Abdullayevi ürəkdən təbrik edərək ona möhkəm can sağlığı, ailə səadəti və gələcəkdə də ən uca zirvələr fəth etməyi arzu edirəm. Sağ olun Elbrus Fərmanoviç, sizin kimi daxilən gözəl insanlar Azərbaycanımızın fəxri, həyatımızın bəzəyi, qəlblərimizin isə qürur mənbəyidir.